Tərəfdən əks tərəf nədir? Azot və hidrogen tərəf, sol tərəf. Onda tarazlıq sol tərəfə gedir. Və yaxud da belə başa düşün də uşaqlar. Elə bil ki, sistemin bariyeri sabitdir, yəni ki, səviyyəsi sabitdir, tərəzi məsələsi kimi. Bir tərəfdə azot və hidrogeni artıranda, deməli, buradakı miqdar artdığına görə tərəzinin bu hissəsi və yaxud da səviyyənin bu hissəsi yuxarı qalxır, mail olur, bax, belə olur. Bu zaman, belə olan zaman, gördüyünüz kimi artıq burada miqdar çoxdur deyə səviyyə fərqi olur. Səviyyə fərqi hansı tərəf çoxdursa da, tarazlıq çoxdan aza doğru axın edir. Deməli, hidrogen və yaxud da azotun miqdarını əlavə olaraq artırdıqda, sistemə əlavə etdikdə tarazlıq sağ tərəfə gəlir, məhsula tərəf. Zaman keçdikcə məhsulun qiyməti artır. Yox, əgər sistemə amonyak əlavə etdikdə, sistem tarazlıqda olduğu halda, baxın, bu xətt sabitdir. Sistemə əlavə amonyak əlavə olunubsa, bu zaman amonyakın miqdarı artır deyə sistemdə tarazlıq pozulur. Yəni, xətt bu istiqamətdə, baxın, əyilmə olur. Onda buradan axın hara gedir? Çoxdan aza. O deməkdir ki, tarazlıq sol tərəfə gedir və amonyak təzədən əlavə olunan miqdarına görə parçalanır. Əlavə olaraqdan azot və hidrogen əmələ gəlir. Gəlin, baxaq gör nə deyir. Sistemə deyir ki, azot əlavə etdikdə, azot hansı tərəfdədir? Sol tərəfdə. Sol tərəfdə azotun miqdarını artıran zaman nə baş verir? Avtomatik bu tərəfdə artım olur deyə tarazlıq sağa gedir, sağ tərəfə. Sistemə NH3 əlavə etdikdə, NH3 hansı tərəfdədir? Sol tərəfdə. Sol tərəfdə NH3 artır deyə sistem belə olur, tarazlığı, yəni pozulur soldan sağa. Bu zaman tarazlıq geri qayıdır sol tərəfə. İndi baxın, sistemdən hansı maddəni çıxarırsınızsa, orada boşluq yaranır. Boşluğa görə də avtomatik, deməli, harada boşluq əmələ gəlibsə, tarazlıq onun özünə qayıdır. Fərqi yoxdur. Hər hansı maddəni sistemdən çıxaran zaman, istər azot olsun, azalanda, çıxardılanda və ya hidrogen olsun, bu zaman nəyi çıxarırsa, nəyi azaldırsınızsa, tarazlıq onun özünə qayıdır. Nəyə görə? Baxın, sistem tarazlıqdaydı əvvəlcə. Deməli, hansı maddə çıxarılırsa, səviyyə fərqi o tərəfə doğru əyilim olur, azalma olur. Onda bu ikisini çıxardanda və ikisinə birini çıxardanda, burada boşluq olur deyə səviyyə fərqi aşağı düşür. Ona görə axın sağdan sola gedir, reagentlər tərəfə gedir, tarazlıq. Yox, əgər məhsulu sistemdən çıxaranda və yaxud da amonyak çıxardılanda, bura tarazlıqdaydı, əyilmə belə getdi sağ tərəfə. Ona görə də məhsulun miqdarı azalır deyə sağ tərəf səviyyə fərqi aşağı düşür. Demək, balans aşağı düşür, pozulur. Ona görə də tarazlıq azalan maddə tərəfə gedir. Yəni, hansı maddəni sistemdən çıxarsaz, qısa konkret, tarazlıq onun özünə qayıdır. Onda sistemdən NH çıxardılan zaman tarazlıq onun özünə, yəni ki, NH tərəfə gedəcəkdir. Yəni, sağ tərəfə. Ən rahat qaydası budur. Yəni, qatlığın dəyişməsində ən rahat yol budur. Baxın, izahını verib burada. Temperaturun tarazlığa təsiri. Deməli, uşaqlar, qayda budur. Entropiya qanununa görə sistemdə hansı tərəfdə soyuqluq yaranarsa, yəni ki, hansı tərəfdə mənfi olarsa, hansı tərəfdə temperatur çatışmazlığı olarsa, sistemi qızdıran zaman həmişə axın, enerji istidən soyuğa gedir. Yəni, harada soyuqluq varsa da bilirsiniz ki, axın, enerji hər zaman ora gedir. Məsələn, otağın biri isti, biri soyuqdursa da, qapını açıq qoyan zaman hər zaman isti hava hara gedir? Soyuq hava kütləsi olan tərəfə. Yəni, əslinə qalsa, isti olan tərəf, enerji çox olan tərəfdir. Enerji həmişə çoxdan aza gedir. Yəni, çox olan tərəfdən az olan tərəfə axın gedir. İndi, temperaturun tarazlığa təsirində baxmaq lazımdır reaksiyanın eksotermik yoxsa endotermik olmağına. Bir qayda, həmişə, deməli, sistemin temperaturunu artıranda, sistemin hansı tərəfində endotermik prosesdirsə, reaksiyanın istiqaməti endotermik tərəfə gedir, temperaturu artıranda. Temperaturu azaldanda isə həmişə reaksiyanın tarazlığı müsbət yükünün özünə qayıdır, yadda saxlayın. Yəni, temperaturu artıranda həmişə ehtiyac olan tərəfə gedir, yəni mənfiyə tərəf gedir. Azaldanda isə müsbətin özünə qayıdır. Yəni, həmişə artıranda müsbətdən mənfiyə, çoxdan aza gedir. Məsələn, gəlin baxaq.
Birinci reaksiyada deyək ki, 200 müsbətdir sağ tərəfdə. Sağ tərəf müsbətdirsə, sol tərəf 100% mənfidir. Əks də olur da burada. Temperaturu artıranda sola gedir, mənfiyə. Temperaturu azaldanda isə əksinə tarazlıq birinci reaksiyada temperaturu azaldanda özünə, yəni müsbət küyə qayıdır. İndi delta H sıfırdan böyükdür. O deməkdir ki, burada avtomatik Q sıfırdan kiçikdir. Bura Q sıfırdan kiçik olarsa da bu tərəfdə Q sıfırdan böyükdür. Deməli, bu reaksiyada temperaturu artıranda mənfiyə tərəf gedir. T-ni artıranda həmişə qayıdır burada -3 tərəfə belə gedir. Temperaturu azaldanda isə reaksiyanın tarazlığı gedir müsbət 2 tərəfə, yəni sağa gedir, sola gedir. Bir qayda belə deyək də, endotermik reaksiyalarda, endotermikdə temperaturu artıranda reaksiyanın məhsuluna gedir, endo tərəfə, mənfiyə tərəf, sağ tərəfə. Azaldanda isə reaget tərəfə gedir, sol tərəfə. Eksotermik reaksiyalarda temperaturu artıranda tarazlıq reagentlər tərəfə gedir. Yəni çünki nəyə görə? Bu tərəfdə mənfidir. Yəni burada şərt deyil ki, reagentlər tərəfə getsə həmişə. Sadəcə olaraqdan hara mənfidir, ora gedir T-ni artıranda. Yəni onu ümid edirəm ki, yəni testdə olur deyə. Eksotermik reaksiyalarda temperaturu azaldanda isə tarazlıq reaksiya məhsullarına tərəf, yəni müsbət küyə tərəf istiqamət dəyişir. İndi burada Q mənfidir elə, o demək ki, burada Q müsbətdir sol tərəf, əks tərəfində. Temperaturu artıranda tarazlığa tərəf, yəni məhsula tərəf gedir, lazım olan tərəfə, -Q'yə. Temperaturu azaldanda isə tarazlıq gedir müsbət Q olan tərəfə, yəni sola. İndi burada delta H sıfırdan kiçikdir. Yəni ki, Q sıfırdan böyükdür. Bu zamanda özünüz də baxın, deməli temperaturu artıranda tarazlıq, bura Q mənfi demək burada əksinədir. Tarazlıq sola gedir. Temperaturu azaldanda isə reaksiyanın tarazlığı gedir məhsula tərəf, yəni müsbət küyə tərəf. Yəni başlanğıc yoxmu reaksiya məhsullarına. Baxın, burada deyir özü. Deməli, məsələnin şərtinə baxaq yenə. Deyir bu reaksiyada artıq əslində baxmışıq. Temperaturu artırdıqda tarazlıq hansı istiqamətdə yerini dəyişər? Birincidə artıranda -2-yə gedir, yəni bura -2-dür, sola getdi. İkincidə burada delta H sıfırdan böyükdür, yəni burada Q sıfırdan kiçikdir. Temperaturu artırdıqda gedir -2-yə tərəf, yəni ikincidə bura gedir sağ tərəfə. Burada Q mənfidir, yenə temperaturu artırdıqda -2-yə gedir sağ tərəfə. Delta H sıfırdan kiçikdir. Yəni ki, Q sıfırdan böyükdür. Burada isə Q sıfırdan kiçikdir. Ona görə temperatur artırdıqda tarazlıq gedir, yenə də sol tərəfə. Yəni ki, reagentlər tərəfə gedir. Başlanğıc maddələr tərəfə gedən, deməli, başlanğıc maddə birincidir, bir də dördüncüdür, 1 ilə 4. Reaksiya məhsulları da ki, avtomatik, o da olacaq 2 ilə 3. D variantı. Deməli, təzyiqin tarazlığa təsiri. Bunu da deyək, qısa konkret. Təzyiq nə zaman tarazlığa təsir edə bilər? Qızıl qayda budur ki, birinci növbədə reagent və məhsullardakı qaz halında olan maddələrin molları fərqi olmalıdır. Yəni, mol fərqi olmalıdır. Reagent və məhsulların tərkibindəki qaz halında olan maddəni toplasaq, mollarını, mollar eyni olarsa, həmin reaksiyada təzyiq tarazlığa təsir etmir. Baxın, 1 mol, 1 mol, 2 mol qaz, 2 mol qaz. Bu reaksiyada heç bir zaman təzyiq tarazlığa təsirləmir. 1 mol oksigen bərk maddəni saymırıq, 1 mol karbon qazı. 1 mola 1 mol bərabərdir. Təzyiq tarazlığa təsirləmir. 3 mola 3 mol bərabərdir. Təzyiq tarazlığa təsir etmir. Yadda saxlayın. Yalnız və yalnız qaz halında olan maddələrin molları cəmi müxtəlif olarsa, təzyiq tarazlığa təsir edir. İndi gəlin baxaq. Mollar cəmi müxtəlif olarsa, qayda nədir? Deməli, birinci molları toplayırsınız. 1 mol, 3 mol, 4 mol, 2 mol. Təzyiqi artıranda mol miqdarı çox olan tərəfdən az olan tərəfə gedir həmişə. Yəni, çox olan qaz molekulları sıxılır az olan tərəfə, təzyiqi artıranda. Təzyiqi azaldanda isə
Mol miqdarı əksinə az olan tərəfdən çox olan tərəfə. Hansı tərəfdə qazların molları azdırsa, az olan tərəfdən çox olan tərəfə gedəcəkdir. Gəlin baxaq. Burada 1 mola 3 mol. Deməli 4 mol. Burada da 2 mol maddə var. Deməli təzyiqi artıranda çoxdan aza. Daha doğrusu azdan, çoxdan aza deyirik də elə bəli. Çoxdan aza. 4-dən 2-yə. 1 mola 1 mol bərabərdir. Bərabər olan zaman təzyiq artma azalması tarazlığa təsir etmir. Yəni X. Bu da təsirləmir. Burada 1 mol qaz, 2 mol qaz. Təzyiqi artıranda çoxdan aza. Təzyiqi artıranda çoxdan aza. Yəni 2-dən 1-ə doğru. Belə gedir. Burada isə 2 mola 1 mol, yəni 3 mol. 3 mola 2 mol. Təzyiq artıranda çoxdan aza, yəni 3-dən 2-yə doğru gedir. Deməli, təzyiqi artıranda birinci reaksiyada, yekunda getdi sağa, çoxdan aza. İkinci reaksiyada dəyişmir, eyni qalır. Üçüncü reaksiya təzyiqi artıranda yenə çoxdan aza, yəni 2-dən 1-ə sola getdi. Burada isə 3-dən 2-yə təzyiq artıranda gedir sağa. Qurtardı. Yəni sadəcə baxmaq lazımdır mollara uşaqlar. Mollara baxmasaq olmaz. Ancaq və ancaq mollara baxırıq. Deməli, bunları dedik. Ümumiləşdirməyə baxaq gəlin. Bu reaksiya zamanı sola doğru təzyiqi aparmaq üçün sola doğru getməsi üçün sağ tərəf çoxalmalı, sol tərəf azalmalı, çıxarılmalıdır. Sistemə amoniak əlavə olunsa, sistemdən azot və hidrogen çıxarılsa, burada müsbət küdür, burada mənfi küdür. Deməli, mənfi olduğuna görə temperaturu artırmaq lazım, sola getsin. Sonra qaza baxırıq. Deməli, 1 mol, 3 mol, 4 mol qaz var. Burada 2 mol qaz var. Deməli, təzyiqi artırsaq çoxdan aza, təzyiqi azaltmaq lazımdır. Temperatur da ki, bayaq demişdik, mənfi olduğuna görə sol tərəf temperaturu artıranda sola gedəcəkdir. Yadda saxlayın, təzyiqlə həcm tərs asılıdır. Təzyiqi artıranda həcm azalır deyə, əgər şərtdə desək ki, sistemin həcmi azalır, bilin ki, təzyiq artır. Yox, əgər desək ki, sistemin həcmi artır, bilin ki, təzyiq azalır. Yəni, təzyiqlə həcm tərs asılıdır. İndi bunun əksi, sistemin tarazlığını sağ tərəfə aparmaq üçün nə etmək lazımdır? Birinci qayda, məhsulu çıxartmaq, reagentləri əlavə olaraq artırmaq, əlavə etmək, müsbət küdürsə sağ tərəfdə temperaturu azaltmaq, təzyiqi artırmaq və yaxud da həcmi kiçiltmək, həcmi sıxmaq, 1 mola 3 mol, 4 mol da 2 mol. Deməli, təzyiqi artırmaq, həcmi azaltmaq, temperaturu azaltmaq, sistemdən məhsulu çıxartmaq amoniakı, sistemə azot və ya hidrogen əlavə etmək. Katalizator reaksiyanın hər iki istiqamətini eyni qədər artırdığına görə katalizator tarazlığa təsir etmir. Diqqətli olun. Təzyiqə sürət təsir eləyir, tarazlığa təsir etmir katalizator. Bir də uşaqlar, temperaturun tarazlıq sabitinə nəyə görə təsir var? Baxın, bu reaksiyada yazaq KT bərabərdir. Deməli, məhsulun qatlığı NH3 üstü 2 bölünsün reagentlər N2 vurulsun H2-nin kubu ilə. Baxın, burada müsbət küdə görürsünüz. Temperaturu artıranda tarazlıq hara gedir? Mənfi küyə, yəni sol tərəfə. Temperaturu artıranda nəyin qiyməti artır? Zamanla reagentlərin. Bu düsturda reagentlər hardadır uşaqlar? Məxrəcdə. Onda zaman keçdikcə məxrəcdəki azot və hidrogenin qatlığı artır. Ona görə məxrəc böyüyür, sürət kiçilir. KT-nin qiyməti temperaturu artıranda bu reaksiyada KT-nin qiyməti 1-dən kiçik olur. Çünki niyə görə? Ən azı məhsul reagentdən böyük olursa, məxrəc sürətdən böyük olursa, KT 1-dən kiçik olur. Temperaturu azaldanda isə hara gedir tarazlıq? Qayıdır müsbət küyə tərəf. Bu zaman avtomatik müsbət küyə tərəf qaydanda o deməkdir ki, bu istiqamətdə gedir. Ona görə də məhsulun qiyməti artır, reagentlər azalır. Avtomatik məhsulun qiyməti artdığına görə kəsrin sürəti artır, məxrəc azalır. Ona görə də temperatur azaldanda KT-nin qiyməti 1-dən böyük olur. Qısa konkret belə deyək də, endotermik reaksiyalarda temperaturu artıranda KT-nin qiyməti 1-dən böyük olur. Çünki endotermikdə
-2 məhsul tərəfdə olur da. Məhsul tərəf -2 olur. Məhsulun qiyməti artır, T-ni artıranda. Ona görə də KT-nin qiyməti birdən böyük olur. Ancaq, temperaturu azaldanda isə əks tərəfə getdiyinə görə KT-nin qiyməti azalır. Eksotermik reaksiyalarda isə temperaturu artıranda əksinə məhsulun qiyməti azalır deyə KT kiçilir. Temperaturu azaldanda isə, reaksiya əksinə doğru gedir deyə reagentlərin miqdarı, belə deyək də, temperaturu artıranda, gedir, reagentlərə tərəf, yəni məxrəc, böyüyür, sürət kiçilir. Temperaturu azaldanda isə eksotermikdə avtomatik məhsulun qiyməti artır deyə, reagentlər azalır deyə KT-nin qiyməti birdən böyük olur. Yəni bunu əzbərləməyin, sadəcə baxın müsbət 2, -2 hansı tərəfdir və temperatur artıyorsa azalır. Ancaq ona baxın. Yəni burada bu qayda kimi deyirlər bunu. Eksotermikdə belədir, endotermikdə isə əksinədir. Buna ehtiyac yoxdur. Sadəcə müsbət 2-yə, -2-yə baxın. Hansı tərəflər müsbət 2, -2-dür və temperatur artıyorsa azalır. Buna baxmaq lazımdır. Yəni bu da sübut elədir ki, burdan temperatur nəyə görə? KT-yə təsir edir və buna görə, bu şərtə görə. Belə uşaqlar, bitirdik. Bunda Müəllim, deyirsiniz. reaksiyada, Bəli. maddələrin miqdarının artırıb azaldılması yer dəyişməyə təsir eləyirdi. Onun bərklərə təsiri varmı, yoxsa təkcə Xeyr, qazlara mı? xeyr. Yəni burada uşaqlar bizim tarazlıq məsələlərimizdə ancaq və ancaq söhbət, tarazlıqda olan sistemdə ordakı belə deyək də, qaz halında, yəni, homogen sistemə təsiri var, homogen sistem. Yəni istər təzyiqin dəyişməsi olsun, istər qatlığın dəyişməsi. Qatlıqdır, təzyiqdir, nəyə aid ola bilər? Homogen sistemə, yəni ki, maddə qaz fazasında olarsa əgər mümkün dərəcə. Yəni bərk fazada və sair onlar nəzərə alınmır. Ya da ki, eyni sistem olarsa, məsələn, hamısı maye halında, hamısı məhlulda ya da qaz halında. Homogen sistemin tərkibi. Yəni heterogen sistemin tərkibinə aid olanlarda onlara yəni təsiri yoxdur. İstər təzyiqin dəyişməsi, istər qatlığın dəyişməsi, istər yəni maddənin artıq azalması. Maddə onsuz da ki, orada homogen sistem olmalıdır ki, yəni tarazlıq məsələsi olsun da, yəni orada sistem tarazlıq alınsın. Məsələn, burada görürsünüz bərk maddə var. Bərk maddəyə görə təzyiq ona təsir eləmir və yaxud da burada qatlıq söhbəti yoxdur. Axı bərk maddənin qatlığı yazılmır. Bərk maddənin qatlığı qeyd olunmur. Ona görə də qatlığın, həcmin dəyişməsi, təzyiqin dəyişməsi bərk maddəyə təsiri yoxdur. Başqa sualınız var? Yox, təzyiq yox. Temperaturdan, reaksiyanın temperaturundan KT-nin qiyməti dəyişir. Bir də maddənin təbiəti. Maddə təbiət deyilən zaman nəyə baxırıq? Hər reaksiyanın öz, düsturuna, yəni o deməkdir ki, ordakı, maddələrin, belə deyək də, verilənlərindən. Məsələn, deyək ki, bu reaksiyanın KT-si başqa cür qiymətə malikdir, bu başqa cür qiymətə malikdir. Çünki ordakı maddələr müxtəlifdir. Və burada biz onsuz da KT-ni özün yaz. KT-ni yazan zaman nəyə baxırıq? Ancaq qaz maddəsinə baxırıq da burada. Bərk maddə nəzərə alınmır ki, məsələn, burada KT nəyə bərabərdir? CO-nun qatlığının kvadratı bölünsün CO2-nin qatlığı. Qurtardı. Yəni burada heç bərk maddə nəzərə alınmır KT-nin düsturunda. Hansında? Hə, hə. Yox qadası, təzyiq məsələsində təzyiqin artması, azalması həcmin dəyişməsinə təsir edir deyə orada avtomatik tarazlıq, yəni, bərpası alınır deyə təzədən qiymətləri bölən zaman KT qiyməti dəyişmir. Ancaq sırf temperaturun qiymətində isə temperaturu artırıb azaldanda, reagent və məhsulun qatlığının dəyişməsi burada tam bilinir. O zamanda məhsulun qiyməti çoxalanda, reagent azalanda KT düsturuna görə məhsul sürətli olduğuna görə sürətin qiyməti artır deyə kəsirin qiyməti artır, KT birdən böyük olur. Ancaq reagentlər, azalanda məxrəc kiçilir axı. Ona görə KT qiyməti birdən böyük olur. Yox, əgər temperaturu azaldanda isə burada qatlıq dəyişməsi birbaşa axın edir, yəni məhsula tərəf, ya daha doğrusu, reagentlərə tərəf. Yəni temperaturun dəyişməsi ilə maddələrin belə deyək də, qatlığının, dəyişməsi tam ortaya çıxır. Yəni tam qiymətlər orada tam bilinir.
Və orada qiymətlərin dəyişməsi də artma-azalmasına görə də baxırsan ki, hə, sürət artırsa, məxrac alarsa, KT birdən böyük olur. Yox, sürət azalıb məxrac artırsa, birdən böyük olur. Məxrac artanda kiçik olur. Ümumiyyətlə bəri başdan deyilir ki, yəni tarazlıq sabitinin qiymətinin dəyişməsi temperaturla asılıdır. Çünki niyə? Temperatur nə deməkdir? Enerji, aktivləşmə enerjisi. Yəni bu enerji daha çox ten asılı olduğuna görə də temperaturun təsiri burada daha çox maddi təsir edir. Yəni qatlığın təzyiqin, həcmin dəyişməsi bu, yəni bu amillər ümumiyyətlə KT-yə təsir eləmir bəri başdan. Bunu bəri başdan deyirlər. Ona görə. Məsələ üzərindən ətraflı izah verəcəyik onsuz.